Qanın ümumi analizi tibbdə ən çox istifadə olunan analizlərdən biridir. Bu analiz vasitəsilə bədəndə infeksiya, iltihab, anemiya və bir çox başqa problemlər haqqında ilkin məlumat əldə etmək mümkündür. Qanın ümumi analizini demək olar ki, ilkin müayinədə həkimlər hər kəsə təyin edir və ya pasiyentlər özləri check-up müayinələr zamanı qanın ümumi analizini verirlər. Qanın ümumi analizinin nəticəsində çox sayda göstərici olduğundan analiz nəticələrini daha düzgün qiymətləndirmək üçün onları həmişə həkim mütəxəssis, digər analizlər və klinik əlamətlərlə birlikdə dəyərləndirməlidir. Sizin üçün isə sadəcə bir neçə əsas göstəricini bilmək kifayət edər. Birinci və ən vacib göstəricilərdən biri hemoqlobindir. Hemoqlobin oksigenli bədənin müxtəlif orqanlarına daşıyan maddədir. Əgər hemoqlobin aşağı olarsa, bu çox vaxt anemiya, yəni qan azlığı ilə əlaqəli olur. Hemoqlobinin aşağı olması zamanı aşağıdakı əlamətlər müşahidə oluna bilər. Halsızlıq, tez yorulma, baş gicəllənmə, dəri solğunluğu, saç tökülməsi. İkinci vacib göstərici leykositlərdir. Leykositlər immun sisteminin əsas hissəsini təşkil edir. Onların əsas vəzifəsi bədəni infeksiyalara qarşı qorumaqdır. Əgər leykositlərin sayı yüksəlirsə, bu çox vaxt aşağıdakı hallarla əlaqəli ola bilər. Bakteriyal və ya virus infeksiyaları, iltihabi proseslər, bəzi hallarda stres və ya fiziki gərginlik zamanında leykositlərin miqdarı arta bilər. Bəzi hallarda isə leykositlərin azalması da müşahidə oluna bilər ki, bu da bizə immun sisteminin zəifləməsindən xəbər verə bilər. Digər vacib göstərici eritrositlərdir. Eritrositlər qırmızı qan hüceyrələridir və onların əsas vəzifəsi oksigenin daşınmasında iştirak etməkdir. Əgər eritrositlərin sayı azalarsa, bu da çox vaxt anemiya ilə əlaqəli olur. Bəzən isə eritrositlərin sayı yüksələ bilər. Bu vəziyyət susuzluq və ya yüksək dağlıq şəraitdə yaşamaq və ya bəzi xəstəliklər zamanı müşahidə oluna bilər. Qanın ümumi analizində diqqət yetirilən digər göstəricilərdən biri isə trombositlərdir. Trombositlər qanın laxtalanmasında iştirak edən hüceyrələrdir. Onlar yaralanmalar zamanı qan axmanın dayanmasına kömək edir. Əgər trombositlərin sayı çox aşağı olarsa, bu zaman qanaxma riski arta bilər. Əgər çox yüksək olarsa, bu da laxtalanma riskini artıra bilir. Qan analizi barədə pasiyentlərin səhv bildiyi 3 məlumat barədə danışacağam. Bir çox insan düşünür ki, sadəcə qan analizi verərək bədəndə olan bütün problemləri öyrənmək mümkündür. Amma bu doğru deyil. Qan analizi haqqında insanların ən çox səhv etdiyi 3 düşüncəni izah edəcəm. Birinci səhv düşüncə. Qan analizi bütün xəstəlikləri göstərir. Pasiyentlər çox vaxt belə deyir: "Doktor, qan analizi verdim, amma heç nə çıxmadı." Amma vacib bir şey bilmək lazımdır. Qan analizi bütün xəstəlikləri göstərmir. Bəzi infeksiyalar, bir çox orqan xəstəlikləri təkcə qanın ümumi analizində görünməyə bilər. Ona görə həkim üçün ən vacib şeylərdən biri şikayətlər, müayinə və tibbi tarixçənin birlikdə qiymətləndirilməsidir. İkinci səhv düşüncə. Analiz normaldırsa, deməli tam sağlamam. Bəzən insanlar analiz cavabını görür və deyir: "Hamısı normaldır, deməli problem yoxdur." Amma analizlər həmişə xəstəliyin erkən mərhələsini göstərməyə bilər. Bəzi xəstəliklərdə analiz nəticələri uzun müddət normal qala bilər. Ona görə yalnız qanın ümumi analiz nəticəsinə baxaraq qərar vermək düzgün deyil. Üçüncü səhv düşüncə. İnternetdən baxıb analizi özüm şərh edəcəm. İndi bir çox insan analiz cavabını alır və internetdə axtarır. Razıyam. Süni intellekt insandan daha yaxşı düşünür, bir çox məsələləri düzgün izah edir. Lakin həkim-pasiyent münasibətində individual yanaşma mütləqdir və bunu nəzərə almaq lazımdır. Analiz nəticələri yaşa, cinsə, klinik vəziyyətə, istifadə olunan dərmanlara, gündəlik iş və yaşadığı mühitə, bəzən psixoloji, fiziki vəziyyətə görə də dəyişə bilir. Bu səbəbdən analiz nəticələrini həkimlə birlikdə qiymətləndirmək daha doğrudur. Son nəticə olaraq, qanın ümumi analizi çox vacib diaqnostik vasitədir. Amma tək başına bütün problemləri göstərən bir test deyil. Əgər tibbi mövzuların sadə dildə izahını istəyirsinizsə, izləmədə qalın.